Salam dostlar, mən Ülker. Bugünkü videoda uşaqlıqda qurduğum xəyallardan və böyüdükcə onların necə dəyişdiyindən sizlərə danışacağam. Belə başlayım kiçik bir hekayə ilə. 4-5 yaşlarında olardım. Böyük bir eyvanımız var idi və bu eyvanda çıxıb mahnı oxumaq mənə zövq verirdi və özümü məşhur bir müğənni kimi hiss edirdim və düşünürdüm ki, ən sonda mahnını bitirirdim və alqışlar səslənirdi və mahnını həqiqətən yüksək səslə oxuyurdum. Bu əziyyətdən öz ailəm də nəsibini almışdır. Mənə elə gəlir hətta qonşularda. Getdikcə bunlar çoxalmağa başladı və bir gün anam gəldi mənə dedi ki, bəs mənə qonşu uşaqların anası deyib ki, uşaqları onlara deyir ki, bəs onun ağlı qaçıb, niyə bu qədər oxuyur? Əslində heç kəs heç nə deməyibmiş, sadəcə anam bu gözəl səsimi korlamayım deyə bu səhnələrdə bunu dayandırmağımı istəyib. Üstündən bir il keçdi və mən artıq bu müddət ərzində gözəl səsimi istifadə etmirdim. Birinci sinifə başladığım zaman da dostumla birlikdə başqa xəyallar qurmağa başladıq. İbtidai sinif müəllimi olmaq istəyirdik. Çünki ibtidai sinif müəllimimizə çiçəklər, güllər, bu kimi hədiyyələr alınırdı və bizim də gözümüzü bu hədiyyələr boyamışdı. İlk uşaqlıq xəyalım əslində belə düşünürəm ki, müğənni olmaq idi və bu gün də bərbad bir səsim var, müğənni ola bilmərəm. Amma ikinci bir xəyalım müəllim olmaq idi. Müəllim olmaq xəyalını yarıya qədər gəldim. Düzdür. Bu məsələdə ailəmin təkidi daha çox idi. Bu yolda davam etməyimi istəyirdilər. Məncə haqlıdırlar bir yerdə. Qadın üçün müəllimlik daha bir asan peşədir. Saat limitləri var, tətili var və s. kimi. Lakin mən 4-cü kursda artıq oxuduğum zaman belə bir qərar verdim ki, mən bu toplumda uşaqlar qarşısına çıxmayacağam. Və küçədə gördüyüm hərəkətlər olsun, bəzi valideynlərin etdiyi hərəkətlər olsun, mənə çox təsir eləmişdi və özümdə o gücü görmədiyim üçün uşaqların qarşısına çıxmadım. Əslində xəyalım artıq burada biraz qırılmağa başladı. Və özümə söz verdim ki, magistratura oxuyacağam və sahəmi dəyişəcəm. Və bunu da birinci ili bacarmasam da, ikinci ili bacardım.